Cərimə atışı. Bax, bu nöqtədən yerinə yetirilir. Cərimə atışı, hər uğurlu cərimə atışı buraya yazılır. Cərimə atışı bir xaldır. Mən rəngini dəyişeyim, daha yaxşı görsəniz. Sarı qoyaq. Aha, cərimə atışı neçə xaldır? Bir xal. Qövsün daxili nədir? Bax, buradan topu səbətə at, buradan at, nə bilim, bu xəttin üstündən at, bu xəttin üstündən at. Qövsün daxili də neçə xaldır? Bir xal. Bir Bu xal. da bu da bir xaldır. Görürsünüz, amma basketbolda neçə xal idi? İki xal. İki xal. Amma qövsün xarici, yəni bax, buradan topu səbətə at, buradan at, buradan at. Hər biri xaricidir, düzdürmü? Buradan at. Qövsün xaricindən isə hər uğurlu atış iki xaldır. Xaldır. İki xal. Buna qədər sual varmı? Cərimə atışı bir xal, qövsün daxili bir xal, xarici iki xal. Buna qədər sual varmı? Yoxdur. Əla. İndi gəlirik, bəs yaxşı, faul olarsa nə olur? Yenə gəlirik düsturumuza, qaydamıza. İstənilən halda top səbətə düşsə, daxili, xarici fərqi yoxdur. Neçə cərimə atışı veriləcək? Top Bir səbətə. cərimə atışı. Eyni şeydir. Və yaxud ikinci düstur, top səbətə düşməsə, neçə xallıq haqqımızı, yəni neçə manatımızı əlimdən almışdırsa, o qədər də qaytaracaq. İndi gəlin baxaq. Fərz eləyək ki, mən topu buradan səbətə atırdım, top səbətə düşdü və mənə qarşı faul oldu. Aha, mənə qarşı faul oldu. Vəziyyətə baxaq. Ha. Top səbətə düşdü. Mənim neçə xallım verilməlidir? Bir xal. Bir xal. Mənim bir xalım verilməlidir. Sözsüz. Əla. Top səbətə düşdü, mənim bir xalım. Bəs yaxşı, mənə qarşı edilən bu hərəkət cəzasız qalmalıdır. İstənilən halda top səbətə düşəndə neçə cərimə atışı verilir? Bir xal bir cərimə atışı. Ay sağ. İndi əsas sual. Düşməsə neçə cərimə atışı verilir? İki cərimə atışı. Xeyr, nə ki? Bir cərimə atışı. Bir cərimə atışı. Mənim bir bir manatımı əlimdən almamışdı. Bir manatımı da qaytarır. Aydındır? Bəli. Basketbolda 2, burada 1'dir. Bəli. Çünki basketbolda qövsün daxili 2 xal verirdi. Ona görə ona 2 manatın qaytarırdı. Düşməsəydi. Amma burada da eyni düsturdur. Sadəcə xala görə söhbəti tutun. Qövsün daxili 1 xaldırsa, düşübsə bir cərimə atışı verəcək. Düşməyibsə, 1 manatını almışdı, birini də qaytar. Bir cərimə atışı. Sual varmı? Xaricində də elə olur da mənim. Xaricində də bəli bu. Xaricində deyirik ki, bax topu buradan səbətə atdı. Neçə xaldı? Bir xal. Niyə bir İki xal xal. oldu? Xarici. İki xal. hə? İki xal. İki xal. Xaricdən iki xaldır. Ay sol. İndi bu da bu faulu elədi. Neçə cərimə atışıdır? İki. İki. Yox. İstənilən halda top səbətə düşərsə, neçə cərimə atışı verilir? Bir. Bir cərimə atışı. Bir cərimə. İndi deyirəm top səbətə düşməsəydi neçə cərimə atışı veriləcəkdi? İki cərimə atışı. Yox, cərimə. 2 cərimə atışı. Düşməsəydi 2 cərimə atışı. Aydındır? Bəli. Kimin sualı var?